50. Biz möhkəm deyin də. Belə elə formada deyirsiniz ki, işin anlaşılmır. 50-ci suala baxırıq. Baxın. N çıxılsın M 7'dir. 1 bölünsün N çıxılsın 1 bölünsün M bərabərdir mənfi 7 bölünsün 18 olarsa bizdən soruşur ki M kvadratı üstə gəl N kvadratı qiymətini tapın. Neçədir? İndi N kvadratı üstə gəl N kvadratı müxtəsər olma düsturun köməyi ilə də aça bilərik. Bax, fərqi varsa, fərqlə biz A kvadratı üstə gəl B kvadratını müxtəsər olma düsturun köməkçi düsturları var idi. A minus B ilə necə yazırdıq? Kimi yadındadır? De görüm. A çıxı B-nin kvadratı üstə gəl 2AB. A çıxılsın B-nin kvadratı üstə gəl 2AB. Bax, bundan istifadə edib yaza biləcəyik. Necə? Burada orta məxrəcə gətirsək biz bunu, N vurulsun M olur. Burada surətdə olacaq M, bunun surətində olacaq N. Bərabərdir. Mənfi 7 bölünsün 18. İndi N çıxılsın M 7'dirsə, bəs M çıxılsın N neçədir? İkisidir. Mənfi 7, bəli. Bunu yerinə mənfi 7 yazırıq. Mənfi 7 bölünsün N vurulsun M bərabərdir. Mənfi 7 bölünsün 18. Demək ki, N-M nəyə bərabərdir? 18. Surətləri bərabərsə, məxrəcləri də bərabərdir kəsirlərin. N vurulsun M bərabərdir 18. N çıxılsın M bərabərdir 7. İndi M kvadratı üstə gəl N kvadratını bu düsturdan yazaq. Olacaq N çıxılsın M. Kvadrat olduğuna görə fərq eləməz. N çıxılsın M və ya M çıxılsın N. Onsuz da kvadratı müsbətə çevirir olarım. Üstə gəl 2mn. Yerinə yazaq indi. 7'dir. 7'nin kvadratı. Üstə gəl 2 vurulsun. N'mi də 18 olaraq yazmışım. Burada təyin eləmişdik. 2 vurulsun 18. Yəni 49. Üstə gəl 36. Eləyəcək 85. A variantı.